Salam əziz müəllimlər, əziz tərbiyəçilər, dəyərli həmkarlar və müdavimlər. Dünən bildiyiniz kimi aprelin 15-i saat 16:00 tarixində sizlərə belə deyək, məktəbəqədər təhsil sahəsində çalışan tərbiyəçi müəllimlərimiz üçün məhz öyrədici təhsil mühitinin qiymətləndirilməsi ilə bağlı bir sınaq imtahanı, belə deyək də sınaq xarakterli bir qiymətləndirmə imtahanı təşkil olundu ki, məhz bu tapşırıqlar təbii ki, kapalı test tapşırıqları şəklində sizlərə 25 ədədlik test təqdim edilmişdi ki, və 1 saatda müddət verilmişdi. Məhz dünən müəllimlərimiz bu test tapşırıqlarının öhdəsindən çox mükəmməl şəkildə hər biriniz gəldiniz və hər birinizi də təbrik eləyirəm. Və bugün belə deyək də bu testlərin indi izahına aydınlıq gətirmək istəyirəm ki, harda-xırda nüanslar varsa təbii ki, müəllimlərə qaranlıq qalmasın. İlk öncə keçid alaq və qeyd edim ki, bu sualları dünən Telegram kanalımızda da paylaşım etmişdim ki, məhz müəllimlərimizlə daxil olub hər biriniz çox mükəmməl şəkildə işləmişdiniz. Yaxşı, sual 1. Tərbiyəçi müəllim 4-5 yaş qrupu ilə açıq havada hərəkətli oyun keçirir. Oyun zamanı 2 uşaq tullanarkən yıxılmaqdan qorxur və oyundan uzaqlaşmaq istəyir. Müəllimin həm təhlükəsizliyi təmin etmək, həm də uşaqların özünə inamını qorumaq üçün verəcəyi doğru qərar hansıdır? Bildiyimiz kimi müəllimlər burada uşaqların böyük yaş qrupu ilə uşaqların tullanarkən yıxılmaqdan qorxmasını və bəzi uşaqların təbii ki, 2 uşaq nəzərdə tutulur ki, oyundan uzaqlaşmaq istəyir və burada ümumi bir məqsəd nədir və ümumi həmin uşaqları belə deyək də oyuna cəlb etməkdə, təhlükəsizliyi əsas məqsəd kimi təmin etməkdə, həmçinin onlarda özünə inamı qorumaq üçün, özünə inam yaratmaq üçün tərbiyəçi müəllim hansı qərarı verməlidir? Təbii ki, maneələr arası məsafəni azaltmalı, oyunun sadələşdirilmiş versiyasını təklif etməlidir ki, digər uşaqlar da belə deyək də oyundan kənarda qalmasın, prosesə cəlb olunsun. Ona görə doğru cavab təbii ki, A variantı götürüləcək ki, məhz hər biriniz də A variantı götürmüsünüz. İkinci sual. Tərbiyəçi müəllim açıq hava fəaliyyətində uşaqlara ağacın aşağı budağına dırmaşmaq imkanı yaradır. Bir valideyn bu fəaliyyəti təhlükəli hesab edir və öz narazılığını bildirir. Bu zaman doğru peşəkar tərbiyəçi müəllimin yanaşması necə olmalıdır? Təbii ki, riskin idarə olunması faktorlarını əvvəlcədən müəllim nəzərə çatdırmalı, nəzərə alıb onu qarşı tərəfə valideynə bildirməli və təhlükəsizlik tədbirləri barədə təbii ki də öncədən valideyni məlumatlandırmalıdır ki, daha sonra valideyn iradını bildirməsin. Aha, burada düzgün cavab C variantı. Üçüncü, tərbiyəçi müəllim meyvələr mövzusunu planlaşdırarkən uşaqlara meyvələrin rəsmlərini çəkdirir, sayma tapşırığı verir və meyvələrin dadı haqqında onları danışdırır. Aha, burada müəllimlər gördüyünüz kimi bizdən inteqrasiyanı ümumiyyətlə soruşur ki, burada necə götürülür? Yəni, ən doğru cavab burada təbii ki, inkişaf sahələri arası inteqrasiyadan söhbət gedir. Çünki mövzu meyvələr mövzusudur. İlkin olaraq burada meyvələrin rəsmlərini çəkdirirsə, estetik yaradıcı inkişaf sahəmizin 3.1.1 standartı, sayma tapşırığı verirsə, idraki inkişaf sahəmin 2.3 standartının birinci alt standartı, eyni zamanda dadı haqqında əgər onları sual verirsə, uşaqları danışdırırsa, onların nitqinin inkişafının reallaşdırmış olur. Yəni 2.2 standartı verməklə həm estetik yaradıcı, həm də idraki inkişaf sahəsinin belə deyək də əlaqələndirmiş olur. Hər iki müxtəlif inkişaf sahəsini əlaqələndirirsə, bu da olacaq təbii ki, inkişaf sahələri arasında inteqrasiya, yəni B variantı. Dördüncü test. Müəllim plan hazırlayarkən məşğələlərdə istifadə ediləcək təlim üsulları, resurs və iş formaları. Ümumiyyətlə, mənim iş formam, iş üsulum, resurslarım qeyd olunursa, bu bilirik ki, bizim həftəlik cari planlaşdırmamızdır. Aydın məsələdir təbii ki. 5-ci sual. Tərbiyəçi müəllim portfolyoda uşağın fəaliyyəti ilə bağlı onun ən yaxşı işlərini deyil, hər hansı bir mövzu və ya fəaliyyətlə bağlı bütün iş nümunələrini saxlayır. Burada məqsədi bizdən soruşur müəllimlər. İlk öncə onu qeyd edeyim ki, diqqətlə baxsaq burada müəllim uşaqların ən yaxşı işlərini deyil, burada seçir. Bilirsiniz necə seçir? Hansısa bir mövzu ilə bağlı. Bu, təbii ki, təsviri fəaliyyət də ola bilər, bu hansısa oyun fəaliyyəti də ola bilər, əmək prosesi də ola bilər və yaxud da məntiqi riyazi məşğələ də ola bilər. Yəni, bu zaman uşağın hansısa bir mövzu ilə bağlı, belə deyək, onu əvvəlcədən müşahidə aparır.
Çünki məqsəd köklənir ki, bu uşaqda hansısa bir fəaliyyətin inkişafını nəzərə almaq üçün burada məqsəd tutur. Yəni bütün iş nümunələrini belə deyək də ən yaxşı işlərini deyil də harda zəif tərəfləri var, harda uşağa daha çox müşahidə köklənib ki, orada inkişafı izləməni önə tutsun. Ona görə də sırf bu məqsəd baxımından təbii ki, burada biz cavab götürürük ki, uşağın inkişaf prosesini və ümumi irəliləyişini izləmək məqsədi ilə cavab B variantı olmuş olacaq. Tərbiyəçi müəllim açıq havada uşaqlarla daşları say və qruplaşdır fəaliyyəti təşkil edir və uşaqlardan müxtəlif ölçülü daşları birinci olaraq saymaq, ikinci ölçüsünə görə qruplaşdırmaq tələb olunur. Bəzi uşaqlar daşları toplamaqla kifayətlənir, amma onları qruplaşdıra bilmir. Və burada doğru yanaşma necə olacaq müəllimlər? Təbii ki, burada gördüyünüz kimi əvvəlcə tapşırıq, yəni ümumiyyətlə tapşırığı 2 hissəyə bölmək lazımdır. Ona görə ki, uşaqlardan birinci etap nə olmalıdır? Daşları belə deyək, toplayın, ikinci tərəf daşları sayın və daha sonra gəlin qruplaşdırın ölçülərinə görə. Müxtəlif ölçülü daşları sonda qruplaşdırmaq. Siz əvvəlcə tapşırığın birinci hissəsinə, sonra növbəti hissəsinə, yəni hissəli, pilləli, mərhələli şəkildə həyata keçirsəz, uşaqlarda da çətinlik yaratmarsınız. Aydındırmı? Yəni onlar da tam belə deyək qruplaşdırma bacarıqları formalaşdırmış olar. Növbəti sual 7-ci sualdır. Tərbiyəçi müəllim açıq hava oyunları zamanı uşaqların nitqini inkişaf etdirmək məqsədi ilə müxtəlif suallar verir. Nitqi inkişaf etdirmək məqsədi ilə biz daha çox açıq tipli suallar verməliyik müəllimlər. Səncə bu yarpağın rəngi niyə dəyişib? Niyəsini soruşursa siz burada izah lazımdır. Uşaq orada fikrini çatdırmalıdır konkret olaraq. Bu yarpaq digər yarpaqlardan nə ilə fərqlənir? Nə ilə fərqləndiyi artıq fikirlərini, müqayisə bacarıqlarını izah etməlidir. Daha sonra bu yarpağı haradan tapdın və necə təsvir edərdin və başda artıq bu yarpaq haqqında danış, təsvir et. Ona görə də doğru, düzgün cavab sadəcə 1, 3, 5 açıq tipli cavab tələb edən suallar olmuş olacaq. Növbəti, aşağıdakılardan hansı fəaliyyətlər arası keçidlərin səmərəli təşkili üçün istifadə olunan üsullardan biridir? Burada bilirik ki, biz fəaliyyətlər arası keçidi nə üçün veririk, nə məqsədlə? Uşaqlarda bir gərginliyi, emosionallığı, yorğunluğu aradan qaldırmaq üçün biz o keçidlər arası istifadə etdiyimiz, tətbiq etdiyimiz üsullar hansılardır? Məhz biz keçmişik, təbii ki, sonuncu bizim oxu materialımızda da qeyd olunmuşdu ki, təbii ki, müxtəlif şəkillər göstərərək, hansısa bir ritm, musiqi, zəng də ola bilər, əl çala da bilərsiniz və yaxud da vizual olaraq belə deyək, işarələr göstərilmiş şəkillərdən istifadə edərək bu kimi həm vizual, həm də şifahi siqnallardan istifadə etmiş olacaqsınız. Ona görə də düzgün cavab olacaq C variantı. 9-cu sual. Nəfəs al, nəfəs ver məşqləri. Ümumiyyətlə, nəfəs al, nəfəs ver nümunəsi uşaqlar üzərində hansı məqsədə xidmət edir? Təbii ki, burada olacaq demək uşaqlarda özünü tənzimləmə. Çünki uşağı bir növ özünü tənzimləmə, öz emosiyalarını idarə etmə, uşaqlarda psixoloji bir belə deyək də durumu sakitləşdirmə, uşaqları bir növ təmkinləşdirmə, sakitləşmə bacarığını gücləndirməyə imkan vermiş olacaq. 10-cu test. Sərbəst fəaliyyət zamanı tərbiyəçi müəllimin əsas rolu nədən ibarətdir? Biz bilirik ki, sərbəst fəaliyyət tərbiyəçi müəllimdən bir müşahidəçilik xarakteri, belə deyək də, tələb edir ki, müşahidəçilik qabiliyyəti, bacarığı tələb edir ki, sərbəst fəaliyyətdir, asudə vaxtın təşkilidir, uşağı ətrafdan, kənardan müşahidə et, sadəcə onların təhlükəsizliyinin qorunmasını təmin et və təbii ki də fəaliyyət əsnasında uşağı müxtəlif öyrədici koqnitiv suallarla dəstəklə. Ona görə düzgün cavab C variantıdır. 11-ci testdə tərbiyəçi müəllim sərbəst oyun zamanı uşaqları müşahidə edir. Bir müddət sonra fəaliyyət dəyişməli və uşaqlar masa arxasında rəsm tapşırığına keçid etməlidirlər. Lakin bir neçə uşaq burada oyunu dayandırmaq istəmir. Biri narahat olur, digəri isə oyuncaqları toplamaqdan imtina edir. Çünki artıq həvəs yaranmır deyə, artıq motivasiya getmir deyə uşaq istəyir ki, oyunu dayandırsın. Yəni biri narahatçılığını bildirir, biri digər artıq oyuncaqları belə toplamaq istəmir. Bu vəziyyətdə müəllimin ən uyğun yanaşması bu olar ki, müəllimlər, burada təbii ki, uşaqlara keçid siqnalı verməlisiniz. Yəni uşaqlara qısa vaxt ərzində öncədən xəbərdarlıq etməlisiniz ki, artıq biz digər fəaliyyətə keçməliyik uşaqlar. Yəni bu da hardasa bir 2-5 dəqiqə arasında təşkil olmalıdır ki, bu qısa müddət ərzində uşaqları bayaq qeyd etdiyimiz vizual şəkillər və yaxud da siqnallar
siqnallar dediyimiz musiqi ritm vasitəsilə, əl çalma vasitəsilə siz uşağı növbəti fəaliyyətə yönləndirə bilərsiniz. Olacaq düzgün cavab C variantı. 11-ci testdə. Növbəti 12, 1-2 yaşlı uşaqlar, yəni birinci körpələr qrupu, eləcə də 2-3 yaşlı ikinci körpələr qrupu da olsun, hansı fəaliyyət daha uyğun hesab olunur? Sensor. Heç bir şey axtarmırsınız, yalnız və yalnız uşaqların hissi, perseptual qavrayışı, hissi, hərəki mərhələsi, hissi sensitiv yaş dövrüdür ki, sensor fəaliyyət toxunaraq onu, əşyanı, belə deyək də, hiss etmək. D variantı. 13. Açıq hava oyunlarını planlaşdırarkən təhlükəsizlik tədbirlərinin görülməməsi verilənlərdən hansına səbəb ola bilər? Əlbəttə ki, uşaqların zədələnməsinə. Öncədən əgər siz risk faktorlarını nəzərə almırsınızsa, təhlükəsizlik tədbirlərini əvvəlcədən planlaşdırmırsınızsa, bu uşaqların həyati təhlükəli baxımından çox-çox, yəni önəmlidir. Aha. 14. Açıq hava oyunlarının uşaqların idraki inkişafına təsirini müəyyənləşdirin. Biz demişdik ki, uşaqların 4 istiqamət üzrə inkişafını özündə reallaşdırır. Birinci olaraq fiziki inkişaf üzrə piyələnmə riskini azaldır. Bu gedəcək fiziki inkişaf. Əməkdaşlıq bacarığını inkişaf etdirir. Bu olacaq sosial bacarıqlar. 3-cü stresi azaldır. Emosional. 4. Motor bacarıqlarını inkişaf etdirir. Yenə fiziki inkişaf olacaq. Öyrənməni stimullaşdırır. Öyrənmə deyirəmsə, mənimsəmə deyirəmsə, burada bir idrak var, müəllimlər. Burada bir zehin var, kognitiv idrak. Tədqiqat bacarığı, tədqiqat bacarıqları təbii ki də olacaq. Elm görüşəsi gözümüzün önünə gəlsin ki, tədqiqat bacarıqları idraki inkişaf sahəmdir. Yuxu keyfiyyəti, gün rejimin tələbləri hardadır? Fiziki inkişafdadır. Yaradıcılığı stimullaşdırır. Burada müəllimlər biraz təkid edə bilər ki, niyə yaradıcılıq? Yəni biraz onlara qeyri-müəyyən gələ bilər. Çünki burada yaradıcı təfəkkürü dəstəklədiyi üçün kreativlik səriştəsi. Ona görə də olacaq cavab 5, 6, 8, B variantı. 15. İnteqrasiya anlayışı nəyi ifadə edir? Biz bilirik ki, inteqrasiya anlayışı bizim məktəbə qədər təhsilimizin olmazsa olmaz əsas belə deyək də şüarıdır ki, biz bugün hər şeyi əlaqələndirərək inteqrativ şəkildə uşaqlara məşğələ prosesini mənimsədirik. Çünki inkişaf sahələri inteqrasiyası, yəni inkişaf sahələri arası və inkişaf sahələri daxili inteqrasiyadan bugün söhbət gedir. Ona görə də məhz inkişaf sahələrinin əlaqələndirilməsi olacaq. 16. Aşağıdakılardan hansı inkişaf sahələri daxilində inteqrasiya nümunəsidir? Biz qeyd etdik ki, artıq şaquli və üfüqi inteqrasiya söhbəti artıq yığışdırılır. Bu yeni çərçivədən etibarən məhz bizim oxu materialımızda da qeyd olundu ki, inkişaf sahələri arası müxtəlif inkişaf sahələri, məsəl üçün estetik yaradıcı ilə biz bugün idraki əlaqələndiririk, amma inkişaf sahələri daxili deyirsə, daxili sözü deyirsə, arası sözü olmursa müəllimlər, mən bunu öz müəllimlərimə də geniş şəkildə başa salıram ki, daxili deyərsə, eyni inkişaf sahəsi sözünü götürürsünüz, müxtəlif yox. Müxtəlif inkişaf sahələri arası gedir. Eyni inkişaf sahəsi deyəndə biz bir inkişaf sahəsi daxilindəki standartları götürürük. Məsələn, idraki inkişaf sahəsində 2.2 nitqin inkişafı ilə biz 2.3 məntiqi riyazi təfəkkürü və yaxud da 2.1 ətraf aləmlə tanışlığı əlaqələndirə bilərik. Ona görə də burada təbii ki, düzgün cavab olacaq A variantı. Yəni, nitq inkişafı ilə məntiqi təfəkkürü əlaqələndiririk. Uşağın sağlamlığı yaxşıdır kimi meyar nümunələri niyə yanlış hesab edilir müəllimlər soruşulur? Çünki biz burada belə deyək də şəxsi informasiya falan götürməyək, ümumiyyətlə inklüzivliyi götürmürük, sağlamlıq haqqında məlumat üçün yox. Niyə yanlış hesab edilir deyirsə bizdən uşağın sağlamlığı ona görə belə deyək də, çünki ölçülə bilinməyən meyar olduğu üçün. Yəni bu ölçülə bilmir. Çünki bu hər bir uşağın öz individuallığını, öz belə deyək də məxfiliyini qoruyan bir meyar olduğuna görə burada təbii ki ölçülə bilinməyən meyar olduğu üçün bunu biz ümumi uşağın sağlamlığı yaxşıdır, ümumi kimi fikir yazmağımız bugün bu meyar kimi bizim üçün həqiqətən də yanlışdır. Tərbiyəçi müəllim fəaliyyətlər arası keçid zamanı indi oyunu bitiririk, çünki maraqlı və yeni fəaliyyət başlayacaq deyir. Burada deməli hansı yanaşmadan istifadə edir? Təbii ki, artıq uşaqlar oyunu bitiririk, çünki növbədə maraqlı bir yeni fəaliyyətimiz var. Maraqlı sözü elə burada uşaqlara kifayət edir ki, onların diqqətini cəlb etsin, onlarda bir stimul yaratsın, bir motivasiya edici keçidi dəstəkləmiş olsun.
19. Tərbiyəçi müəllim valideynlərlə əməkdaşlıqda yalnız məlumat verir, amma onları prosesə cəlb etmir. Bu nəyə gətirib çıxarır? Müəllimlər, bu sual o qədər dünən müzakirələrə səbəb oldu, o qədər beyin qarışdıran yerlərə gətirib çıxartdı ki, hətta digər müəllimlər belə burada ünsiyyət çatışmazlığı A variantını götürdülər. Amma mən özüm dünən canlı şəkildə elə proses gedən zamanı, yəni 1 saat ərzində özüm canlı bu testləri işləmişəm, daxil olub. Burada elə mən özüm məhz D variantını, yəni tıklayıb vurmuşam ki, məhz cavab valideyn iştirakının zəifliyi olacaq. Nəyə görə tam açıqlamasını da verəcəm. Yəni diqqətlə baxın müəllimlər. Çünki burada baxın, ünsiyyət var. Əməkdaşlıq əsnasında da ünsiyyət var. Yalnızca məlumat verir. Məlumat vermək nədir? Yəni informasiyanı ötürən tərəf var. Burada kimdir? Təbii ki, müəllim. Müəllim məlumatı, informasiyanı ötürür qarşı tərəfə, yəni valideynə çatdırır. Amma onları belə deyək də prosesə cəlb etmir. Bugün prosesə cəlb etməməsi, yəni burada uşaqların aktiv valideynlərin aktiv fəaliyyətə yönləndirməməsi deməkdir. Məsələn, ünsiyyət çatışmazlığını biz o zaman götürərik ki, biz deyirik effektiv ünsiyyət çatışmazlığına səbəb olur. Bir çox müəllimlər qeyd edib burada. Biz o zaman effektiv ünsiyyət çatışmazlığı götürərik ki, burada soruşurlar ki, məlumat verir, qarşı tərəfdən belə deyək də dinləmə yoxdur və burada da artıq effektiv ünsiyyət pozulur. Buna səbəb nədir? Buna səbəb nədir desəydi? Çünki məlumatı sadəcə müəllim tərəfi ötürür. Amma qarşı tərəf valideynlər dinləmir. Qarşı tərəf də onları belə deyək də cəlb olunmursa, bunun səbəb nədir? Buna səbəb qarşılıqlı effektiv ünsiyyətin pozulmasıdır. Sizin sualınızın cavabı desəydi ki, onları prosesə cəlb etmir. Bunun səbəbi nə olar? Bunun səbəbi təbii ki, effektiv ünsiyyətin pozulması, ünsiyyət çatışmamazlığı olar. Amma bizdən görün nə soruşur? Bunu nəyə gətirib çıxarar? Yəni bu proses, amma onları prosesə cəlb etmir və bu sonda nəticə istəyir sizdən müəllimlər. Sonda nəticə nəyə gətirib çıxarar? Təbii ki, valideyn iştirakının zəifliyinə. Çünki valideynlər artıq passiv mövqedə qalacaq. Yenə də mən bunun üzərinə basaraq deyirəm, özüm də D variantı götürmüşəm. Yenə də əsasım da var, əsaslandırıram. Kim nə deyir desin, yəni burada cavab olacaq, düzgün cavab D variantı. 20-də valideynlə tərbiyəçi müəllim arasında bir müddətdir ki, fikir ayrılığı davam edir və razılıq əldə olunmur. Burada növbəti addımı istəyir. Bilirik ki, uzun müddətli bir hal olduğu üçün. Yəni biz desəydik ki, elə ümumiyyətlə əvvəldən İlk dəfədən fikir ayrılığı davam edir, ilk dəfədə razılıq əldə olunmursa, onda biz burada məsələn A variantı götürərdik ki, bunlar yenə öz aralarında məsələni həll etsin, öz aralarında müzakirəni davam etsin. O zaman A variantı uyğun gələrdi. Amma artıq deyir ki, bir müddətdir ki, artıq uzun bir müddət artıq var ki, bunlarda yenə də hələ də fikir ayrılığı davam edir, yenə də bunlar ortaq bir məxrəcə gələ bilmirlər. Razılıq əldə olunmur. Bu zaman tərbiyəçi müəllimin növbəti addımı artıq üçüncü bir tərəfi prosesə cəlb etməlidir. Bəli, ona görə ki, üçüncü bir tərəf əməkdaşlığına görə cəlb olunmalı ki, ola bilər burada uşağın hansısa çatışmazlığı yarana bilər. Uşaqda müxtəlif hallar baş verə bilər, qüsuru ola bilər ki, o çatışmamazlıq əsnasında müəllim bura hansısa bir lokoped deyə, yəni xüsusi belə deyək də qayğıya ehtiyacı olan uşaqla məşğul olan bir mütəxəssis defektoloqumu cəlb edə bilər və yaxud da elə adi bir normal sağlam uşaqdadır, yəni heç bir problem yoxdur, sadəcə anlaşılmazlıq var başqa məsələlərlə bağlı. Artıq burada müdirəni, yəni rəhbəri də cəlb edə bilər. Ona görə də 20-ci sualda düzgün cavab olacaq C variantı. Sıralama bacarığının uşaqların nitq inkişafına təsiri haqqında hansı fikir doğrudur? Sıralama bacarıqları belə deyək də burada uşaqların sıralaması, burada uşaqların nitq inkişafını deyiriksə, təbii ki, ardıcıl olaraq məntiqi əlaqəni uşaq məsələn çatdırmalıdır ki, cümləni qurmağı və hekayə danışmağı. Yəni artıq cümlə quran bir uşaq nitqindən söhbət gedir. Nitqində, danışığında sıralama bacarığından söhbət gedir. Burada sıralama riyazi məsələ ilə bağlı deyilmir. Yəni cümlə qursun və hekayəni danışmağı artıq inkişaf etdirilsin. Uşaqlarda hadisələrin səbəb-nəticə ardıcıllığını izləmə bacarığını formalaşdırmaq üçün tərbiyəçi müəllim nə etməlidir? Təbii ki, hadisələrin səbəb-nəticə deyirsə, birinci olaraq əvvəl nə etdin, sonra nə oldu?
Yəni məsələn, əvvəl tutalım ki, bu uşaq bir fəaliyyətdə, məsəl üçün puzzleları qurur, və yaxud da konstruktorla, legolarla işləyir, evcik qurur, tikir. Daha sonra artıq onu tutalım ki, dağıdır. Artıq işləmək istəmir. Burada biz sual veririk, səbəb-nəticə əlaqəsini uşaqdan müəyyən edirik ki, əvvəl necə etmişdin? Bəs sonra nə oldu? Məsəl üçün etmək istəmədin və yaxud da fikrin belə deyək də yayında və yaxud da dağıtdın. Yəni bu konstruktorla və yaxud da evcik tikərkən və yaxud da adi puzzle-la, yəni oyun fəaliyyəti əsasında müəllim bu cür formada suallarını verə bilər. Açıq hava oyununda hansı